tutuklayanlar. Atam ilə küçəyə çıxmışdıq. Atam oyuncaq satağından mənim üçün bir fırlancaq aldı. Bankanın qapısında fırlancağı oynadırdım. Birdən bir kişi qaça-qaça gəldi. Məni yıxıb tovlucasına banka girdi. Mən ağırdan ağlayırdım ki, atam yetişdi. Atama dedim, məni yıxan kişi bankdadır. Atam ilə bircə banka keçdi. Atam acıqlı idi. O kişini vurmaq üçün yumruğunu düyünləmişdi. Onu atama göstərdim. Əlində 2-7 açılan vardı. Atam onun əncinə bərk bir yumruq vurdu. Onun 7 açılanları o yan bu yana düşdülər. Atam o kişini şıdırğı vuraraq deyirdi, bunu unutma, bir daha küçədə tovlu qaçıb uşaqları yıxmayacaqsın. Bankın işçiləri, orada olanlar atamı alqışlayıb ona sağ ol söyləyirdilər. Polis gəlib kişinin qollarını bağlayıb apardı. Onda düşündük ki, o kişi bankın paralarını çalmaq istəyirmiş. Buradakılar atam ilə məni çiyinlərinə götürdülər. Bir çəkici də bizi çəkdi. Onlar elə bilirdilər, biz banka oğrunu tutmaq üçün getmişik.